Salam, hörmətli izləyiciyəm. Mənim izləyəcəyim 2 sual verir. Bir sual verir ki, mənim bank kontuna başqa şəxs istifadə edir, sosial yardım dəyəndə bilərmi və ya sosial yardım verməyə bilərmi? Eyni zamanda bir şəxs də yazıb ki, oğlum əsgər gedib, bəs biz sosial yardım ala bilərmi? İndi bununla bağlı məlumat vermək istəyirəm, hörmətli izləyicilər. Amma əvvəlcədən xahiş edirəm ki, videonu bəyənin, qoy hamı bilsin. Eyni zamanda digər məlumatı çatdırıram. Mən əlvi şəxs olduğuma görə, əlvi arabasında olduğuma görə, eyni zamanda əlvi təşkilatın rəhbəri olduğuma görə hüquqşünas Zaur Seyidzadə. Belə bir kitabı yazmışam. Dünyanın 40 tanınmış əlviləri haqqında. Həmin kitabı 20 manat satıram. Zəhmət olmasa kanala abunə olun ki, hamı bilsin. İmkan daxilində. Telefon nömrəm və kart nömrəm videonun izahı yerində qeyd olunub. Müraciət edə bilərsiniz. Həm kitab almaq üçün, həm də hüquqi yardım üçün. YouTube kanalına abunə olan şəxsə sizin tərəfindən hüquqi məsləhətin verilməsi 10 manatdır. Nəzərə alın, hörmətli izləyicilər. Birinci fikir bildirmək istəyən bank kartlarının əlaqədar. Əgər siz vərnə bitki kartınız varsa, maaş alsızsa və ya pensiya kartınız varsa, bunlar mütləq qaydada Sosial Müdafiə Nazirliyi tərəfindən izlənir. Nəzərə alın. Eyni zamanda onu qeyd edin ki, həmin kartlarda sizin gəlirləriniz, belə deyək, Sosial Müdafiə Nazirliyinin qeyd elədiyi sosial yardım üçün, yəni verdiyiniz məlumatla uyğun gəlmirsə, o halda bəli, sosial yardım dayandıra bilər. Eyni zamanda əgər həmin kartdan dediyim kimi vəsait daha çox gəlirsə, uyğunluq yoxdursa, bu yəni belə deyək, siz artıq məlumatı gizlətmişsiniz. Bu halda da bir qədər sizi buraxıya bilər. Nəzərə alın. O ki, qaldı əskərlik məsələsinə. Bəli, şəxs əskər gedibsə, o halda ailə üzvləri sosial yardım almağa davam etməlidir. Yəni, sosial yardım verir. Nəzərə alın. Kəsə bilməz. Sonraki dövrdə isə, yəni sosial yardımın bitdiyi dövrdən sonra yenidən müraciət etmək istəyirsinizsə, məsəl üçün həmin vaxtı ailə üzvləri 5 nəfər idisə, birinci sosial yardım aldığınız zaman 5 nəfərə uyğun sosial yardım verildi. Amma artıq ikincidə və həmin şəxs əskər olduğuna görə gəlirlər hesablanırsa artıq bu 4 nəfərə uyğun, yəni ödənir. Burada gəlir artıq da ola bilər, əski də ola bilər və həmin gəlirə uyğun hesablanır. Nəzərə alın ki, bir şəxsin minimum ehtiyac məbləği 285 manatdır. 285 manatdan yəni aşağı gəliri varsa, o halda yəni sosial yardım verir. Artıq olduğu halda xeyr, sosial yardım verilmir. Yəni hər adamın sayına görə 285-dir. Nəzərə alın. Vacib bir məsələdən biridir. Sosial yardımla bağlı bir məlumatdan nəzərə çatdırmaq istəyirəm, ondan sonra bir məlumat da olacaq. Bir məlumat ondan ibarətdir ki, əgər siz işdən çıxmışsınızsa, yəni belə deyək, ixtisara gedmişsiniz və ya şirkət bağlanıbsa, həmin Sosial Müdafiə Nazirliyi sizə son 12 ayda aldığınız maaşın miqdarında sizə belə deyək, sığorta ödənişi etməlidir. Əgər sığorta ödənişi sizin belə deyək də, sosial yardım müraciət etdiyiniz dövrdən sonra artıqdırsa, yəni uyğun gəlmirsə, o halda da sosial yardım dayandıra bilər. Əgər uyğundursa, eyni məbləğ gəlir çıxırsa, o halda dayandıra bilər. Nəzərə alın ki, sosial yardım həmin belə sığorta ödənişi siz 6 aydan 9 aya qədər ala bilərsiniz. Orada məbləğ dəyişkənliyi olacaq. Nəzərə almaq lazımdır. Və bunu bir məsələdə qeyd edin ki, hörmətli izləyicilər. Vətəndaşlar sual verir ki, qanunvericiyə əsasən kimin 3 uşağı varsa və ya evdə əlilliyi olan şəxsi varsa, ailə tərkibinin dəyişikliyi yoxsa, evə təkrar yoxlama gəlmir. Amma burada bir məsələ var. Ola bilsin, əlilliyi olan şəxsin pensiyasında artım olsun və ya 3 uşağın alimentində artım olsun, azalma olsun, o halda gəlirlər dəyişdiyinə görə yoxlamaya əsas verir, yəni yoxlama gələ bilər. Nəzərə alın. Vacib bir məsələdən biridir. Hörmətli izləyicilər. Belə bir məsələdə yəni biraz ehtiyatlı olun. Eyni zamanda onu qeyd edin ki, əgər sosial yardım üçün müraciət etmişsinizsə,
mütləq şəkildə sizin qaz sayğacı, su sayğacı, işıq sayğacı ayrıca olmalıdır. Vacib bir məsələlərdən biri budur. Əks halda sosial yardım verilməyəcək. Ona görə ki, ümumi gəlir kimi hesabına su, qaz, işıq sayğacı. Ona görə deyərlər ki, siz artıq xərcləmisiniz. Ümumiyyətlə onu qeyd edin ki, minimum ehtiyac meyarının, 285 manatın 10% qədər, belə deyək, siz kommunal xidmətlərə xərcləyə bilərsiniz. Ümumilikdə belə götürülür. Nəzərə alın, hörmətli izləyicilər. Vacib bir məsələdən biridir ki, biraz sonda onu qeyd edin ki, istər sosial yardımla bağlı, istər digər məsələlərlə bağlı, pensiya olsun, istər və belə deyək, əməkdaşın bölgəsi, əməkdaşın ödənməsi və səhiyyə və digər məsələlər olsun dediyim kimi, bu barədə mənim videolarım var. Baxa bilirsiniz YouTube kanalımda. Eyni zamanda dünən video paylaşmışam ki, bələdiyyə bölgəsindən kimdən azaddır, hansı xəbərdə, ona da baxa bilirsiniz, hörmətli izləyicilər. Mənə dəstək üçün YouTube kanalına abunə olmağı unutmayın. Videonu da bəyənin ki, YouTube qaydalarına görə bir bəyənmə ən azından 7-8 nəfər gətirir, çıxardır videonun baxılması. Mənim üçün bu önəmli bir məsələdən biridir. Nəzərə alın, hörmətli izləyicilər. İmkan daxilində baxın, bəyənin, qoy hamı bilsin. Bir də YouTube mənə ödəniş eləməlidir. Artıq 4000 saatı yığmışam. Hər ki, belə 5 dollar vəsaiti yığıb, onu mən hər çıxarda bilməm, 100 dollar gəlir olsun ki, ondan sonra çıxardım. Ümumiyyətlə bu barədə bir video hazır edəcəyəm. Əgər maraqlısa kanala abunə olun, dediyim kimi izləyəsiniz ki, nətər olur, necə çıxardırsınız və nəyə baş verir. Bunu əgər qeyd edin ki, əgər bizə bu videoya harasa 1000 bəyənmə, 500 abunə gəlsə, mən çalışacağım gələn videoların birində sizə məlumat verim ki, sosial yardımcı proqramların necə qeydiyyatdan keçmək lazımdır. Proqram haqqında bir video çəkəcəyəm. Əgər sizə maraqlıdırsa, hörmətli izləyicilər. Nəzərə alın. Sonda bir daha xahiş edirəm ki, bu kitabı belə qeyd eləmişdim. Dünən 40 tanınmış əyirlər haqqındadır. Burada Roosevelt'də var, Mümmerson Ağa'da var, başqaları da var. Baxın görün, əyirli olan şəxslər bizdə necə inkişaf edib, xarici dövlətlərdə. Onu nəzərə almaq lazımdır. Və mənim tarixi faxlar var, tanış ola bilirsiniz, 2000 manata satan. Bunu əgər kim istəsə, həmin kart nüməsinə, hansı ki videonun izahı yerinə YouTube kanalında qeyd olunur. Eyni zamanda YouTube kanalının çıxıb bölməsində həmin hüquqi məsələ sala bilirsiniz. Eyni zamanda telefon nömrəsinə və bununla əlavə kanala iyanə edə bilirsiniz. Dəstək üçün dediyim kimi abunə olmağı unutmayın. Vacib bir məsələdən biridir. Biraz aktiv olaq, hörmətli izləyicilər. İmkan daxilində. Kimin nəsə varsa xahiş edirəm. WhatsApp səsinə göndərsin. Cavab verin. Bir də görürsünüz, başqa yerdə olur. Telefon zəngərinə cavab verə bilməm. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsələsinin verilməsi 10 manatdır, hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun, abunə olmağı unutmayın. Sağ olun.